Tutaq ki, bir Əhməd ailə həyatı qurur və ailə həyatı qurduqdan sonra bir avtomobil əldə edirlər. Bilirsiniz ki, hər zaman ailə həyatı qurduqdan sonra ailəyə övladlar gələndə bir ruzi də gəlir, biraz pul çoxalır və s. Ay arvad, nə edeyim? Gedək bir maşın alaq, uşaqları məktəbə aparmaq lazım olacaq və s. Gedir özünə bir maşın alır. Daha sonra bu Əhmədin maşını peyda olduqdan sonra təbii ki, özünüz bilirsiniz ki, kişilər zəif məxluqlardır və onların digər qarşılı tərəfə, yəni əks cinsə qarşı xüsusi simpatiyaları və maraqları olur. Heç də bütün kişilər sadiq olmadığı kimi Əhməd qeyri-sadiqliyi göstərir və diqqətini qarşı cinsdən olan digər bir xanıma yönəltməyə başlayır. Və təbii ki, bir gün nə olur? Bir gün Əhmədin həyat yoldaşı xəbər olur ki, Əhməd bunu başqası ilə aldadır. Və onlar arasında mübahisə olduğu müddət ərzində Əhməd öz maşınını dəyişmək qərarına verir və bu zaman Əhməd maşınını Məmmədə etibarnamə əsasında satır. Bütün macəra bundan sonra başlayır dostlar. Məmməd maşını götürür, Məmməd maşını götürür etibarnamə ilə, sürür özü üçün avtomobili, rahat 10.000 pul vermişəm və ya maşın kreditdə də 50 manat verirəm, sonra adıma keçir dərəm eləyir, avtomobili idarə edir. Əhmədin isə qarşı cinsdən məşuqəsi ilə münasibətləri o qədər dərinləşir ki, iş gəlir çıxır boşanmaya. Bir gün axşamın biri Əhmədlə həyat yoldaşı otururlar və Əhməd deyir ki, bəs xanım, sən mənim uşaqlarımın anasısan, mənim sənə çox böyük hörmətim var, mənim sənə anava hörmətim var, amma biz gərək ayrılaq. Çünki mən başqa bir şəxsə gözüm düşüb, onda olanlar səndə yoxdur, mən istəyirəm boşanaq, amma uşaqların alimentini verəcəm və onu əmin ola bilərsin. Prosesi deyirəm, bilirsiniz ki, nə qədər Məmmədlər var ha, indi bu dəqiqə etibarnamə ilə maşın sürürlər. Bilin ki, sizin maşınınızın taleyi nə qədər Əhmədlər var ha, onların həyat yoldaşının əlindədir. Diqqətlə qulaq as. Məmmədin dünyada xəbəri yoxdur, özü üçün maşın sürür. Əhməd bu zaman öz həyat yoldaşından boşanma haqqında qərar qəbul edirlər və iş gedir hara? İş gedir məhkəməyə. Əhmədin də həyat yoldaşı bir qədər internetdə axtaranda və avtostop verilişinə elə bu dəqiqələrdə qulaq asanda deyir ki, bir dəqiqə deyəm, mülki məcəlləyə görə ərlə arvad ailə həyatı qurduqdan sonra əldə olunmuş bütün mülkiyyət nə eləyir? Yarıya bölünür. Bu Əhməd başı batmışın bir dənə maşını var idi. Sonra da harasa satdı, onun pulu heç mənə gəlib çatmayıb, deyim, yəqin ki, məşuqəsinə nəsə alıb. Deyəm, mən maşını geri istəyirəm. Dadadadam. Məmmədin hələ dünyada xəbəri yoxdur. Məhkəmə qərarı qəbul edir ki, Əhmədə düşən avtomobil həyat yoldaşına geri qaytarılmalıdır. Çünki o uşaqlar onda qalır, o uşaqları məktəbə aparacaq və bu avtomobil ona hava su kimi lazımdır. Elə var idi da maşın. Maşın baxırlar sənədən, maşına etibarnamə verilib. Yəni texpasportdan heç kimin adından çıxmayıb. Deməli, maşın geri qaytarıla bilər və məhkəmə taraq qərar qəbul edir ki, avtomobil geri qaytarılsın. Məmməd də səhər-səhər durub, yaxşı xaş yiyib, kişi oturub sükanın arxasına ki, iş bilmişəm, gedirəm. Evdə arxasıca su atırlar, Məmməd, yaxşı yol sənə bir romantik abava, özü üçün bir radionu yandırır, indi bu dəqiqələrdə bizə eşidir və s. Yolda bunu saxlayırlar və deyirlər ki, Məmmədov Məmməd, sizin avtomobiliniz gedir cərimə meydançası. Niyə? Sizin maşınınıza həbs verilib. Harada? Məhkəmədə. Niyə? Axı mən buna 15.000 pul verim. Qardaş, bir sənə var. Mənim maşınımda qırmızı göstərir. Maşın gedir cərimə meydançasına. Estağfurullah, etmə, eləmə, olmaz axı belədir qardaş. Maşın gedir cərimə meydançasına. Sən get sonra öz məsələvi həll elə məhkəmə ilə. Hansı məhkəmədir? Filan rayon məhkəməsi. Məmməd gəlir filan rayon məhkəməsinə. Qardaş, nə məsələdir? Deyirlər ki, qardaş, sən bu maşını kimdən almısan? Əhməddən. Hə, almışam Əhməddən. Əhməd də boşanır. Bu nə olsun boşanır? Deyir qardaş, çünki mülki məcəlləyə görə sən mülkiyyətçi deyirsən. Sən bu maşına heç bir hüququn yoxdur. Bəri elə maşın açarlarını görüm. Vəssalam. Əhməd boşanır. Pulu da xərcləyib məşuqəsinə. Gedir məşuqəsindən görüşə. Xanım, Əhmədin keçmiş həyat yoldaşı maşın sizdən alır. Məmməd suyu süzülə-süzülə gedir hara? Öz evinə qızardılmış kartof yeməyi. Yəni dediyim odur ki, maşınınıza etibarnamə ilə eləsəniz, Məmmədin gününə qalacaqsınız. Yəni Əhməd öz kefindədir qardaş. Onsa o mülkiyyət sizə hüquq verməyib, sizin heç həmin o mülkiyyət üzərində heç bir hüququnuz yoxdur. Boşanmada belə avtomobiliniz əlinizdən çıxa bilər.
hörmətli deməli Əhmədlərin həyat yoldaşına Əhmədlərin üzərində gözü olmasını və Məmmədlər kilələr var ki, yəni dırnaq arası Məmmədlərdən söhbət gedir. Hansı ki avtomobili etibarnamə ilə idarə ediblər. Onlara da avtomobili tez bir zamanda texniki pasportda adını keçirtməyi məsləhət görərdim. Çünki bilmək olmaz nə baş verəcək.